Ağdam şəhəri yenidən tikilir. Ötən ilin dekabrından sakinlərini qarşılayan Ağdama bugün də qayıdış baş tutub. Onlar ölkənin müxtəlif bölgələrində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Çox sevincliyəm. Sözlə ifadə eləmək mümkün deyil. Bu sevinci bizə yaşadan şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı. Çıxanda 18 yaşım var idi. Bugün 50 yaşımda Ağdama qədəm qoyuram. Biraz həyəcanlıyam, sevincliyəm. Bugün daha 397 nəfər üçün yurt həsrəti bitib. Onlar 33 ildən sonra Ağdama qayıdıblar. 110 ailə yeni mənzillərlə təmin olunublar. Vətən həsrəti ilə də yaşadıq. İndi şükür Allaha, bugünkü günümüzə şükür, şəhidlərin qanı bahasına. Qazilərimizə Allah sağlam can versin, şəhidlərimizə rəhmət eləsin. Onların hesabına, onların qanı bahasına torpağımız alındı, biz qayıtdıq vətənimizə. Şükür bugünkü gündə öz torpağımıza qayıtdıq. Əlbəttə sevincimizin həddi-hüdudu yoxdur. Gözəldir, təbiəti, havası, suyu çox gözəldir. Özüm də Mingəçevirdən gəlmişik. Bugünkü qayıdış daxil olmaqla artıq Ağdam şəhərində 659 ailə, 1408 sakin məskunlaşmış oldu. Bugün Ağdama qayıdan hər ailə ilə şəhər sanki yenidən doğulur. Uzun illərin sükutundan çıxan küçələr indi uşaqların gülüşü ilə canlanır. Bir vaxtlar səssiz qalan bu məkanlarda indi ümid boyatır. Torpaq öz sahiblərini qucaqlayır. Ağdam yenidən yaşayır. Hər qayıdışla, hər gülüşlə, hər ümidlə. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin Sifəndiyarov, ASTV Xəbər.